Sola. Dön. Adımla. Marş. Əski olmaq, əsəbləşmə yaşamaq, yəni bu çox qürur verici hissdir. Bu yarış hər bir qrup yoldaşlarım üçün çox maraqlı oldu. Fərqli ilk deneyimlərimiz oldu. Maneə zolaqları, ilk dəfə silah söküb yığma. Yüksək milli ruhun mövcudluğu hər bir ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir. Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam və vətənpərvər gəncliyin olması vacib şərtdir. Sabahın əskəri hərbi vətənpərvərlik televiziya yarışmasının da əsas məqsədi gənclərin vətənpərvərlik ruhunu daha da artırmaqdır. Televiziya yarışmasının bu dəfəki iştirakçıları Bakı şəhərinin məktəbliləridir. Daxili qoşunların ən nömrəli hərbi hissəsində keçirilən Sabahın əskəri hərbi vətənpərvərlik yarışının mərhələləri ilə tanış olaq. Sıra hazırlığı, avtomatın sökülüb yığılması və darağın doldurulması, maneələr zolağının keçilməsi. Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli məktəbin və Binəqədi rayonu Elşad Həmidov adına 267 nömrəli məktəb liseyin şagirdləri ilk olaraq hərbi hissə ilə tanış olurlar. Hərbiçilər onlara hərbi hissənin keçdiyi döyüş yolu və burada şəxsi heyətə yaradılan şərait haqqında məlumat verirlər. Əziz şagirdlər, abidəmiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş hərbi qulluqçularımızın şərəfinə ucaldılır. ...44 günlük müharibədə 66 nəfər hərbi qulluqçumuz şəhid olub. Arat, Sidət, Ərdəqət. Cənab kapitan, 12 nəfərdən ibarət şagird heyəti Sabahın əskər layihəsi üçün düzülmüşdür. Qrup komandiri kapitan Qasımov. Sağ ol. Sağ ol. Salam şagirdlər. Azad. Azad. Əziz şagirdlər, bu andan etibarən sizlər hərbi hissəmizdə 2 günlük əskərlik həyatı yaşayacaqsınız. Bu 2 gün ərzində sizlərə müxtəlif mövzularda tapşırıqlar veriləcək. Hərbi qulluqçularımız tərəfindən sizlərə təhlükəsizlik tədbirləri və yarışın qaydaları izah olunacaqdır.
və sonunda sizlərdən məqbullar qəbul olunacaq. Hər biri bizə uğurlar. Hərbi formalarını geyinən Sabahın əskərləri artıq yarışmaya tam hazırdılar. Beləliklə, birinci mərhələ başlayır. Bu mərhələdə məktəblilər sıra üsullarını öyrənirlər. Əziz şagirdlər, bu mərhələ sıra hazırlığı mərhələsidir. Bu mərhələdə bizim hərbi qulluqçular tərəfindən sizlərə sıra hazırlığından elementlər göstəriləcək və sonunda sizlərdən məqbullar qəbul olunacaq. Şagird Rızazadə, yanıma. Şagird Rızazadə əmrinizə gəlmişdir. Sağa dön. Sola dön. Geriye dön. Geriye dön. Ancaq tamam. Sağa dön. Adımla marş. Yerinde. Bu vaxta qədər hərbi hissədə olmamışdım və hərbi forma geyinməmişdim. Bununla qürur duyuram. Düzlən. Farağa. Asa. Geyin formasını düzəl. Düzül. Şagird Abdullayev. Mən. Yanıma. Şagird Abdullayev əmrinizə gəldi. Sağa. Dön. Sola. Dön. Geriye. Dön. Geriye. Dön. Sıraya durun. Oldu. Şagird Rızayev. Mən. Sıradan 3 adım çık. Oldu. Sola. Dön. Adımla. Marş. Yerinde. Dur. Şagird Rızayev. Mən. Sıraya durun. Oldu. Şagird Aslanlı. Mən. Yanıma. Oldu. Şagird Aslanlı emrinize geldi. Sola. Dön. Geriye. Dön. Sola. Dön. Sıraya durun. Oldu. Düzleyin. Farağa. Aza. Düzü. Şagird Nezro. Mən. Yanıma. Oldu. Cənab kapitan, Şagird Nəzirov əmrinizə gəlmişdir. Sağa. Dön. Adımla. Marş. Yerinde.
Şagird Nəzirov. Mən. Sıraya durun. Oldu. Şagird Fəthullayev. Sıradan ilk yardımcı. Sola. Dön. Sağa. Dön. Geriye. Dön. Sağa. Dön. Sola. Dön. Sıraya durun. Oldu. Şagird Rızazade. Yanıma. Rızazadə səhnə cavab komanda əmrimizə gəlmiş. Sıraya durun. Əziz şagirdlər, sıra hazırlığı mərhələsi yekunlaşdırıldı. Hər iki məktəbdə nöqsanlar var idi. 144 saylı məktəb 267 saylı məktəbə nisbətən nöqsanlar az olduğu üçün məqbul qiymətləndirilməsi 144 saylı məktəbə verilir. Əski olmaq, əsər kimi yaşamaq, yəni çox qürur verici hissdir. Mən burada çox şey öyrəndim, yəni heç önümdə gəlməmişdim. Yəni inşallah əsgərliyə gedəndə də yəni bunların nəticəsini görəcəm mən. Hərbi hissədə məktəblilər həm yarışmaya cəlb olunurlar, həm də müxtəlif hərbi biliklər öyrənirlər. Hərbiçilər məktəblilərə snayperlər və onların əraziyə uyğun olaraq maskalanma üsullarını izah edirlər. Əziz şagirdlər, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı relyefinə uyğun olaraq snayperlərin maskalanması. Ərazi relyefinə uyğun olaraq quraqlıq ərazilərdə sarı qismində geyinmə forması olur. Digərdəki yaşıl istiqamətdə olandakı meşə əməliyyatları zamanı döyüş tapşırığının yerinə yetirilməsində istifadə olunur. Sarı geyim formasında olan Bora snayper tüfəngi, yaşıl istiqamətində isə Turvelo silahından istifadə olunur. Bora snayper tüfəngi 7,62 mm-lik, Turvelo silahı isə 8,59 mm-lik snayper tüfəngidir. Bu yarışda mənə ən çox təəssürat bağışlayan şey hərbi forma geyinmək oldu, silahla daha yaxından tanış olmaq oldu. Yəni düzdür, ilk dəfə deyil idi silah əlimə aldığım. Yəni bir neçə layihədə də iştirak eləmişəm. Silahlarla daha yaxından tanış oldum, darağa güllə yığmağı öyrəndim, daha sürətli söküb yığmanı öyrəndim. Həm yaşıdlarıma təbii ki də tövsiyə edirəm, çünki çox maraqlı idi. Artıq nahar yeməyinin vaxtıdır. Məktəblilər əskərlərlə birlikdə nahar edirlər. İki günlük də olsa əsgər həyatını yaşamaq mənim üçün böyük qürur verici hiss oldu. Birinci dəfə idi mən hərbi forma geyinirdim və çox maraqlıdır. Biz bəzi yarışlarda iştirak elədik. Sonra əsgərlərlə birlikdə nahar yeməyi yedik. Çox maraqlı idi. Artıq ikinci mərhələnin vaxtı çatdı. Bu mərhələdə sabahın əskərləri hərbi hissənin ərazisində təyin olunmuş nöqtədə avtomatı söküb yığacaqlar və güllələri darağa dolduracaqlar. Əziz şagirdlər, bu mərhələ atəş hazırlıq mərhələsidir. Avtomatdan 12, 13, 15 saylı normativin yerinə yetirilməsidir. 12 saylı normativ avtomatın natamam sökülməsi, 13 saylı normativ isə avtomatın natamam söküldükdən sonra yığılması. 15 saylı normativ darağın doldurulmasıdır.
indi bizim hərbi qulluqçular tərəfindən avtomatın sökülməsi, yığılması, darağın doldurulması sizlərə öyrədiləcək və sonunda sizlərdən məqbul qəbul olunacaqdır. Yaxşı təəssüratlar ilk o şeydə sıra təlimi idi. Sıra təlimi asanlıqla qurtardı, yorğunluq olmadı. Sonra silah yığımı, sökümü, daraq yığımı bunlar da asan idi.
Güzel. Tam güzel. Parmağına. Allah. Allah. Parmağına. Allah. Başla. Çox yaxşı idi. Silah söküb yığdıq. İlk dəfə olmağına baxmayaraq yaxşı idi. Asan bilirdim təlimləri, halbuki çox çətin idi. Mənim burada öyrəndiklərim gələcəkdə əsgərlikdə mənə kömək olacaq. Bu layihədə iştirak etmək çox yaxşı oldu. İki günlük də olsa əsgər həyatını yaşadım.
Biraz çək, biraz çək. Biraz çək. Biraz çək. Hazır. Əziz şagirdlər, atəş hazırlıq mərhələsi yekunlaşdırıldı. Bu mərhələdə qalib 267 saylı məktəb oldu. Hər birinizə uğurlar. Sağ ol. Bu yarış hər bir qrup yoldaşlarım üçün çox maraqlı oldu. Silah söküb yığma ilk dəfə baxmayaraq çox yaxşı idi. Yəni hər birimiz üçün çox yaxşı oldu. Nahar elədik, həddindən artıq çox qəşəng idi. Məktəblilərin yorulduğunu görən hərbiçilər bir qədər fasilə elan edirlər. Fasilə müddətində məktəblilər xüsusi təyinatların təlimini izləyirlər. Əziz şagirdlərimiz, keçiriləcək məşğələ fiziki hazırlıqdan maneələr zolağı adlanır. Maneələr zolağı xüsusi təyinatlı dəstənin döyüş tapşırığı zamanı qarşıya çıxa biləcək təbii və süni maneələrdən rahatlıqla istifadə etmək üçün nəzərdə tutulur. Fiziki dözümlülüyün artırılmasında böyük rol olur. Hər hansı bir əməliyyatlar keçirilməsi zamanı relyefindən asılı olmayaraq fiziki dözümlüyə ehtiyac olur. Ona görə də biz bu məşğələlərin çətinliyindən asılı olmayaraq dözümlülüyü artırmaqdan ötürü təbii və süni maneələri rahatlıqla məşq etdirilir. Bütün mərhələlərdə olduğu kimi, burada da məktəblilərin fəaliyyəti peşəkar hərbiçilər tərəfindən izlənilir.
Bu günləri günümüz çox maraqlı və əyləncəli keçdi. Maneələr zolağının keçirilməsi mənim üçün ən maraqlı mərhələ oldu. Komandada layiqincə mübarizə apardı. Çətinlik çəkdiyimiz yerlər də oldu, xüsusən də sürünmədə. Amma buna baxmayaraq layiqincə mübarizə apardıq. Keçirilən maneələr zolağı zamanı qalib komanda 144 saylı məktəb oldu. Bugünkü gün bizim üçün də xoş oldu ki, şagirdlərimiz, əsgərlərimizin həyatlarında bir günü necə olduğunu qısa gün belə olsa hiss edədilər. İstərsə sıra hazırlığında, istərsə maneələr zolağında, istərsə də silahların sökülüb yığılmasında az da olsa mənimsədilər. Yəni bizim üçün də bir gün qürur hissi oldu ki, məktəblilərə nəsə bir şey öyrətdik. Yerlərdə oldu, asan yerlərdə oldu. Məsələn, orada altından keçməkdə çətinlik oldu, sonra daşların üzərindən keçməkdə çətinlik oldu. Nələr çox dadlı idi. Sonra silah yığmada ilk dəfə silah yığırdım. Onun darağını yığmaq asan oldu, nəinki silahı özünü söküb yığmaqda. Silahı özü rahat idi yığmaq, ancaq ki, biraz daraq hissəsində çətinlik çəkdim, çünki çox güc tələb edirdi. Güllələrindədir ki, hər güllə darağa qoyulduqda o zaman daraq get-gedə ağırlaşmağa başlayır və get-gedə də işimizin çətinləşməsinə səbəb olur. Bizə snayperlər göstərdilər. Bundan əvvəl hərbi hissədə olmamışam, yəni əsgərlik barəsində də danışmayıblar. Bugün ümumiyyətlə həm mənim üçün, həm də qrup yoldaşlarım üçün çox maraqlı və dəyərli yadda qalan bir gün oldu. Fərqli ilk şeylər gördük, deneyimlərimiz oldu. Maneə zolaqları, ilk dəfə silah söküb yığma. Əsgərlərlə birlikdə biz oturduq, orada günorta yeməyini yedik, naharımızı etdik.
bizim üçün fərqli bir gün oldu. Ən çətin də gələn maneələr zolağında o sürünərək atdan keçmə, tellərin altından keçməkdir. Düzdür, arada adam orada ilişirdi, çaşırdı, amma yenə də bacarırdıq keçməyi. Bacardıq, bugün mübarizə elədik və axırda çox qəşəng nailiyyətlərimiz oldu. Yadda qalan bir gün oldu bizim üçün. Yəni çox şeylər gördük, çox şeylərdən keçdik. Vətənpərvərlik hər kəsin doğulub boya başa çatdığı elə o baya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni xarici və daxili düşmənlərdən qorumağa, onun yolunda hər bir fədakarlığa hazır olmaqdır. Azərbaycanı güclü edən, onun xalqına, dövlətinə sədaqətli və vətənini canından çox sevən vətənpərvər gənclərdir. Sola. Dön. Adımla. Marş. Əski olmaq, əsgər kimi yaşamaq yəni çox qürur verici hissdir. Bu yarış hər bir qrup yoldaşlarım üçün çox maraqlı oldu. Fərqli ilk deneyimlərimiz oldu. Maneə zolaqları, ilk dəfə silah söküb yığma,